Salam aleykum değerli izləyicilər. Hər vaxtınız xeyir olsun inşallah. Bu gündən Saray qəsəbəsində bir dənə Jetbotla qabağınızdayım. Jetbotla ha, başqa heç nə deyil. Bax bir dənə çəkil daha. Bax gördüyünüz bu 3 otaqlı ev, çox vaxtınızı almıram. 3 otaqlı ev, ikinci şkaturuna kimi vurulub, hər bir şey öz qaydasında. Polun dikinə kimi vurulub. Pəncərələr kimi qoyub yarım dişili vəziyyətdə. Bu dəqiqə neçəyə verirəm buranı? 44 min manata. Real alıcıya qiymətləndirmə olacaq. Hasarının altında 40'lıq fundamentinə kimi var. Bax değerli izləyicilər. 40'lı fundament için mövcuddur. 3 sotun içindədir. 3 sotun içindədir. Bax bu zaborun qutaracaq kimindən arxasından da belə zaboru çəkiləcək. Ev tam şkaturlanır. Özü üçün tikilmə evdir. Bax həyətin də bir dənə çək qardaş. Bir də keçə evin içinə vaxtımızı çox aparmayaq. Bax değerli izləyicilər, bir dənə çək. Bax değerli izləyicilər, gördüyünüz kimi 7 daş kürsüdür. Polu da ki moşdur ya. Yani burada ay amortizasiya falan mümkündür. Gel bura. Değerli izləyicilər, bax. Bura xurasıdır. Burada vurursan alçmanı, çəkirsən şpaplovkanı, vurursan qapılara gedir də bomba kimi. Bax bura bir dənə zarır. Ay maşallah. Özü üçün tikilmə ev. Değerli izləyicilər, 44 bin manat. Gəl qiymətdən razılaş, Jetbotu apar. Bax değerli izləyicilər, gözünüz qutu kimi. Əlim yanında satılan evler saray yanmaşlar. Gel bura. Değerli izləyicilər, evin içi çok rahat deyirəm. 90 kvadratdan çok dikazdır. Bax, zəngimizi gözləyirəm. Evin arkasında da rahat bir 2 metr, 50 sanatda 2 metr kimi yer var. Təmiz 3 sotun içində. Çıxarış fərdi yaşayış. Apardı necə otur.